Ben özüm Şəki şəhərində doğulmuşam. Yavaş-yavaş bu tarixi abidələrə baxıb, sonra bu Xan sarayıdır. Yəni belə-belə yavaş-yavaş gəlib halva sənətinə girmişəm. Şirniyyatçı olmağa özümə söz vermişəm və burada bir çox əməkdaşlar kömək edib, ən çox da bizə Salih müəllim. Yəni indi onun davamçısı olaraq, yəni biz orada 17 ildir fəaliyyət göstərirəm. Uşaqlığından gözüm açıq, yəni görmüşəm ki, evdə şirniyyat pişir. Atamla anam başlayıb bu işə. Sonra biz yəni böyüdükcə qardaşım rəhmətli Məhəmməd Salihlə biz bu işi davam elətdirdik. 1950-ci ildən bu işə fəaliyyətə başlamışıq və bu nəsil olaraq davam edir. Gəldim, hələ bilmirdim şirniyyat necədir, nətəridir. Yavaş-yavaş gəldim, öyrəndim. Usta kimi ustaların bölümündə dayandım, şəhid öyrəndim. Yavaş-yavaş, pillə-pillə 17 ilə gəlib çıxdım burada. Halva bişirirəm deyirsənsə, yəni bunun özünün sirləri var. Rəhmətçilər də bizə bunun sirrini öyrədib. Biz də bunu belə davam elətdirik. İndi qardaşımın oğlu Toğrul'la işləyirik burada. Bizə sifariş gəlir və bu sifarişi dəqiqləşdiririk və müştəriyə əsas birinci növbədə onun çatdırılmağıdır ki, razı qalsın bizdən. Hər ölkələrdən gələn qonaqlar var. Bizdə də belə bir adət var da, gələnə kəsib bir qusaq veririk ki, dadına bax. Turistlər də gəlir. Məsəl üçün biz deyək ki, belə saat halva satışı da biraz internet vasitəsilə önəm daşıyır. İnternet inkişaf edildiksə, əlbəttə ki, biz niyə bu insanlara biz bunu çatdırmayaq? Biz bölgələrə də göndərdik, hətta xarici dövlətlərə də poçt vasitəsilə göndərmək olur bizim şirniyyatları. Yəni sırf Ələhmə şirniyyat evinin məhsulları Bakıda da əldə etmək olar. Əvvəllər Ələhmə şirniyyat evinin məhsullarını gəlib yerində almaq məcbur idilər. İndi amma sürətli internet vasitəsilə biz bu paylaşımları çatdıra bilirik. Sürətli internet bizim işimizə çox kömək olur. Əsas bizim fəaliyyətimiz odur ki, insanları razı salmaq və nəsildən nəsilə istəyirik ki, bizdən sonraki nəsildə bu işlərdən faydalanıb və gözəl şəkildə xalqımıza xidmət edəsin.